Bismillahirrahmanirrahim. Qur'ana möhkəm sarılmaq, Allahın kitabına. O Qur'anla o qədər bəslənəcəksən ki, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Qur'anı o qədər oxuyun ki, o sizin ətinizə və qanınıza qarışsın. Qur'anla o qədər yaxın olun ki, o qədər Qur'anla həşir nəşir olun ki, o sizin ətinizə və qanınıza qarışsın. İmam Səccad əleyhissalam buyurur ki, hər kəsin qəlbində Qur'andan bir dənə söz, bir dənə ayət olsa, onun üçün cəhənnəm ateşi haramdır. Yəni, insanın varlığı Qur'anla, Qur'anın nuru ilə, Qur'anın əzəməti ilə yoğrulduğu zaman ateş onu yandırmaz. Yəni, insan artıq Allahın kəlam sifətinə bürünmüş olar. Kitabullah, kəlamullah, Allahın kəlam sifətidir. Yaxud da belə canlı Qur'an kimi deyildik biz. Natiq-i Qur'an kimi idi. Həzrəti Əmir-əl-Müminin, Həzrəti İmam Hüseyin əleyhissalam. Biz natiq-i Qur'an dediyimiz zaman nə başa düşürük? Bu bir möcüzə idi. Bu bir qeyri-adi, fövqəl-bəşər bir hal idi ki, imam olduğu üçün Allah ona vermişdir, yox. Sadəcə imam Qur'anın məramını, məqsədini, hədəfini o qədər gözəl anlamışdı ki, adətə bütün yürüdüyü yolda Qur'anla bərabər yürümüşdü. Nə danışmışsa Qur'andır. Çünki Hz. Rəsul sallallahu aleyhi və aleyhi və səlləm haqqında Qur'anın Nəcm surəsində Allah Müteal buyurur, Bismillah, la yentuqi anil hava. O, Allahın Rəsulu, Allahın Peyğəmbəri heç bir şeyi öz nəfsindən, yəni özündən söyləmir. İlla vəhiy yuha. Hər nə söyləsə, o vəhiyyə söykənir. Allahın sözünə söykənir. Onun sözü Allahın sözündən başqa bir söz deyil. Mən ata, kum, fəxuzuhu. Allahın Rəsulu sizə nəyi verirsə onu alın. Allahın Rəsulu bizə nəyi verə bilər? Allahın kəlamını verir. Allahın sözünü verir, Allahın kitabını verir. Allahın qanunlarını verir, planını verir. Və bir imam da bu cürüdür. Və bir mümin də şeytana taarruz eləməsi, hücum eləməsi, şeytana qalib gəlməsi, şeytanla mübarizə aparması, ayıq-sayıq olması üçün mütləq Qur'anla həşir nəşir olacaq. Bu olmazsa mümkün deyil. Çünki Hz. Resulullah sallallahu aleyhi və səlləmin axır zamanlarındakı şeytanla arasında bir diyalog var idi. Soruşmuşdu şeytandan dəfələrcə ki, səni məğlub eləyən şey nədir? Səni zəlil eləyən, səni məyyus eləyən, səni həlak eləyən şey nədir? Hər dəfəsində məlun iblis Allah Rasuluna verdiyi cavaba diqqət eləyək. Ümmətindən biriləri Qur'an oxuduğu zaman mənim belim və boynum, onurğalarım sınar. Ümmətindən bir gənc Qur'an oxuduğu zaman, məhəbbətlə Qur'an oxuduğu zaman sanki mənim deyil gözlərimə və boğazıma quruşun ərdilib tökülər. Ümmətindən biriləri Qur'anla həşir nəşir olduğu zaman şeytanın bütün varlığı aradan gedər. Qur'an elə bir əzəmətli lütüfdür, elə əzəmətli bir kitabdır. Elə böyük bir mükafatdır ki, kim ona sahib olsa, kim onun sinəsində gəzdirsə, bütün kainat ona sitayiş eləyər, itaat eləyər. Elə bir əzəmətdir ki, cəhənnəm atəşi sirat üzərindən keçdiyi zaman cəhənnəm fəryad eləyər. Ey qul, ey mümin, üzərimdən sürətlə keç. Çünki sənin nurunun mənim atəşimi söndürür.
Yəni cəhənnəm ateşini söndürən şeydir Quran. Nə qədər ki biz Qurandan uzaq düşürük, biz qardaşlığı unuduruq, sədaqəti unuduruq, əmanəti unuduruq, insanlığı unuduruq, hər bir şeyi unuduruq və boşluğa düşürük. Zahirimiz müsəlman, batinimiz küfr olaraq gəzirik. Zahirən mümin, mürid görsənirik, amma həqiqətdə iblisin ta kəndisi oluruq. Çünki o qədər məharətlə bu rolu oynayırıq ki, o belə heyrət eləyir. Allah Mütəal öz kitabında bunu xatırladır. Öz kitabında deyir ki, insanoğlu o qədər həddi aşar ki, şeytan ona baxar, deyər ki, ən əxafu min Rəbbil aləmin. Mən aləmlərin Rəbbindən qorxuram, sənin etdiyini edə bilmərəm. Subhanallah. O istir mürid olsun, istir hansı kisvəni geysin, istir xəlvəti olsun, nakşı olsun, qadiri olsun, əhli beytçi olsun, fərq eləməz kim olur olsun. O elə ki, o həqiqətdən uzaq, o əmanətdən uzaq olarsa, onun halı bundan başqa bir şeydir. Yəni, onun üçün bir rizat yoxdur, qurtuluşu yoxdur. Hər kəs zikrullahla məşğuldursa, hər kəs zikrullahla məşğul olursa, nicat tapdı, fəlaha çatdı. Cümə surəsində Allah Əzzə və Cəllə buyurur. Kim Allahın zikri ilə məşğul olarsa, o fəlaha çatmışdır, nicat tapmışdır. Əssalam. Başqa bir yol yoxdur. O zikir sahibi, zikrin halı nə olacaq? Çünki ən böyük zikir Qurandır. Ən böyük zikir zaman ayətlərə baxdığımız zaman namazdır. Ən böyük zikir Rəbbül aləmini, qüdrətini xatırlamaq üçün təfəkkürdür. Bunlara Allah zikir deyir Quranda. Hər kəs zikr edəsə rizat tapar. Qəd əfləhə mən zəkkəha. Fəlah tapmaq, fəlaha qovuşmaq, nəfsini tərbiyə etməkdir. Nəfsi tərbiyə edən şey zikrullahdır. Allahın kitabıdır, Qurandır. Quran şan-ı azimdir ki, ona məhəbbət göstərməkdir.